Son dövrlər ikinci əl kompüter və texniki avadanlıqlara marağın artması bir neçə paralel amilin nəticəsidir və bu yalnız əhalinin alıcılıq qabiliyyətinin zəifləməsi ilə izah etmək düzgün olmaz. Bir tərəfdən qlobal texnologiya bazarında xüsusilə də pandemiyadan sonra yaranmış logistika problemləri, çip qıtlığı və istehsal xərclərinin artması səbəbindən yeni məhsulların qiymətləri xeyli yüksəlib. Bu prosesdə iri istehsalçı şirkətlər, məsələn Apple, Dell, HP və digərlərinin məhsullarında da qiymət artımı müşahidə olunub. Bu artımın bir hissəsi obyektiv iqtisadi səbəblərlə bağlıdır. Digər səbəbdən isə artan bu qiymət əhalinin ayaqlaşa bilməməsi nəticəsində əhali daha çox ucuz məhsullara yönəlir və bunlar içində ikinci əl məhsullar təbii ki, ön planda olur. Bu tendensiyanın avtomatik olaraq texnologiyaya əlçatanlığın azalması kimi qiymətləndirmək də doğru deyil. Əksinə müəyyən mənada bu texnologiyanın dövri iqtisadiyyat prinsipi ilə daha uzun ömürlü istifadəsinin göstəricisidir. Dünyanın bir çox inkişaf etmiş ölkələrində də korporativ sektor mütəmadi olaraq yenilənən avadanlıqları ikinci bazara ötürür və bu normal praktikadır. Lakin burada vacib məqam kiber təhlükəsizlik aspektidir ki, ikinci əl kompüterlər düzgün şəkildə formatlanmadıqda və məlumatlar tam silinmədikdə əvvəlki istifadəçiyə aid məlumatların sızması riski yaradır. Eyni zamanda köhnə cihazlarda təhlükəsizlik yeniləmələrinin dəstəklənməməsi əlavə risklər yarada bilər. Əgər qiymət artımı süni şəkildə şişirdilmiş olarsa, bu artıq rəqabət mühiti və bazar nəzarəti məsələsidir və müvafiq iqtisadi tənzimləyici qurumların araşdırma predmetidir. Amma mövcud tendensiya daha çox qlobal iqtisadi faktorlarla və istehsalçı davranışların dəyişməsi ilə əlaqələndirilir. Yəni bu proseslər lokal deyil, ümumi dünya bazarında gedən, dünyada gedən proseslərdir.